Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır. Oxaz xəbər verir ki, region üzrə cəlb olunmuş əmanətlərin həcminə görə bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Başqa sözlə, bütün varlılar paytaxtda toplanıb. Halbuki ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir. Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var. Göründüyü kimi rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxtla ölkənin 10 iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır. Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu birincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var. Başqa sözlə, adam başına 339 manatdan biraz çox əmanətə sahibdirlər. Gəncə Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər, 162 milyon 151 min adam başına 127 manat, Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfərin isə 112 milyon 778 min manat, adam başına 56 manat bank əmanətinə sahibdir. Quba Xaçmazda yaşayan 554 min nəfərin isə bankda cəmi 53 milyon 153 min manat pulu var. Lənkəranın 927 min nəfər əhalisi bankları 46 milyon 149 min manat pul qoyub. Şəki Zaqatalada yaşayan 616 min nəfər isə 36 milyon 618 min manat pulunu banklara etibar edib. Naxçıvanın 453 min sakini banklara 37 milyon 116 min manat, adam başına 81 manat yerləşdirib. Məlumat üçün onda qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,7% təşkil edir. 5 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,8%-dir. Təbii ki, əhalidə olan vəsaitin böyük bir hissəsi yastıq altı pullardır və nəzərə almaq lazımdır ki, regionlarda yaşayan əhali xüsusilə bank xidmətlərindən daha az istifadə edir.